Gecikmiş son zəng vloqumdan hamınıza salamlar. Bugün sizlər üçün həm ətrafımdan, həm özümdə olan videolardan birləşdirib bir son zəng vloqu ortaya çıxarmışam. Ümid edirəm ürəyinizcə olar. Əvvəlcə son zəngdən bir gün əvvəl 12 iyun tarixində bizi görəcək, izləyəcəksiniz. Biz getdik sinifimizi bəzədik, maraqlı xoş anlar keçirdik, dedik, güldük, oynadıq. Bunların da hamısını sizlə bölüşdüm. Səhərsi gündə son zəngimiz, onu da sizlə bölüşmüşəm. Hələ ki izləyin. Və budur, böyük gün gəlib çatdı. Bugün son zəng günüdür. Nə evdə bir şey çəkmişəm, nə də yəni o həyəcandan heç nə çəkə bilməmişəm. Gəldim elə məktəbdə əlimə aldım kameranı, dedim hamını çəkin belə elə. Bilmirdim o məktəb tutardı. Normalda çox kövrək adamam, amma nə son zəng günü, nə ondan əvvəl, nə ondan sonra heç ağlamadım. Sizə qəşəng şəkillərimizi göstərəcəm. Bunları hələ cərgəyə çıxmadan əvvəl çəkdirdik və budur cərgəyə çıxırıq. Ən duyğulu an bu an idi. Burada anladım ki, artıq məktəb həyatı, 11 illik məktəb həyatım hamısı yekunlaşdı, sona çatdı. Bizə baxması, bizim baş rolda olmağımız həqiqətən həmin günü çox mənalı eləyirdi və çox qəribə hisslər keçirirdim. Son zəngimizdə mənə də çıxış verilmişdi. İstəyirəm onları sizlərlə də bölüşüm. Hörmətli məktəb rəhbərləri, əziz müəllimlərimiz, valideynlərimiz və uşaqlığımı bütöv edən canım sinif yoldaşlarım. Bugün bura çıxarkən anladım ki, bəzi ayrılıqlar sözlərə sığmır. Hələ dünən kimi yadımdadır bu məktəbə gəlişimiz. Köhnə məktəbindən istəməyərək ayrılan bir şagird kimi heç xoşbəxt deyildim. Atam tutub əlimdən gətirmişdi məktəbə. Düz qapının yanındakı partada oturmuşdu. İçimdə böyük bir narahatlıq var idi. Özünü başqa planetə düşmüş kimi hamını yad hiss edirdim. Birdən atam qapını aralayıb, hər şey qaydasındadır, hər şey yaxşı olacaq dedi. Vaxtı ikən mənə söz vermişdi ki, bu məktəbdə 2-ci il oxuyacaq. Sözünü tuta bilmədi. Çünki bugün aramızda yox. O ki, bugün bu məktəbdəki məzunluğumla birgə oldu 5 il. Danışıb yoruramsa bağışlayın. Amma bu sözləri bugün burada demək mənim çoxdan karsım olur. Və əgər bugün bura gəlib çatmışıqsa, bunun arxasında bizim ruhumuza toxunan, bizə donat verən sehirli insanlar dayanır. Müəllimlərimiz. Sizlərin hər birinin bizim ürəyimizdə elə bir izi var ki, o iz illər keçsə də silinməyəcək. Sizə sonsuz minnətdarım. Qarşınızda hörmətlə baş əyirik. Mənim canım sinif yoldaşlarım. Biz bugün bura bir sinif olaraq gəldik. Amma buradan bir-birimizin ömürlük sirdaşı, uşaqlıq xatirəsi olaraq ayrılırıq. Mənim əziz paralellərim, digər siniflərdə eyni həyəcanı paylaşdığım dostlarım. Hər birinizə uğurlar arzu edirəm. Yolumuz ışıqlı, gələcəyimiz parlaq olsun. Son zəngimiz mübarək. 2006-cı ilin unudulmaz məzunları. Artıq tədbirin bədii hissəsinə keçid almışıq. Burada paralellərimin və bizim sinifimizin rəqsini görə bilərsiniz.
yalan deməyim, bu sonuncu zəngin çalınması mənə çox təsir elədi. Budur. Son zəng çaldı. Siz bizim şəkillərimizə baxın, mən də sizə Şəmkir adət-ənənəsindən danışım. Şəmkirdə son zəngdə uşaqlar bir-birlərinin evlərinə gedirlər, evlərdə onlar üçün xüsusi stollar açılır, otururlar, yeyirlər, içirlər, oynayırlar və bu proses davam edir. Bir-bir sinif yoldaşlarının evləri gəzilir, maşınlarda gəzilir. Belə bir adət var və bu çox gözəl adətdir. Yəni biz Şəmkirlər onsuz da qonaqlığı sevirik və bəli, sizə ev gəzdiyimiz anları da çəkmişəm. Yavaş. Az buna vurma. Bunların başı getməyə meyillidir. Qaqəsər başladı. Gözü çıxdı o havalar. Ay sayılalım gəlin. Burada parka gəldik, daha doğrusu parkın sonuna nədir bir şəkil çəkdirəcəyik. Elə bu şəkil. Buyurun baxın. Gazetelerde dert olan sen beni bağışla.
Evim gəzirik dostlarım. Bugün hava gələcək. Gedirik Səngilə. Hətta gəldik. Hətta gəldik. Hətta gəldik. Çatdıq. Ya maşındaydılar, yəqin gələcəklər. Cəz. Makyaj qalmır belə. Yoldaşı görmür, qalır. Mezun. Evet. Teşekkürler. O da bilir əsas qırıqları. Oynar. Görek bundan kal. Sor, iyisi çıkacak, içime atacak, yüzüne sıçacak. Bana çekti. Günü hardasa 5 evdən sonra sonlandırırıq. Son zəngə getdik, 5 ev gəzdik, sonra da gəldik. Çünki bundan son zəng tədbirindən əvvəl də Şəmkirdə böyük son zəng tədbirləri də keçirilir. Hansı ki bunlar toy kimi, böyük məclis kimi keçirilir. 5-6 dənə də elə böyük son zəngimiz var idi. Onların da vloqlarını mini vloq şəklində Instagramda paylaşmışam. Burada paylaşa bilmirəm çünki səs çox vaxt telif haqqı yeyir ona görə. Amma siz bu vloqa baxa bilərsiniz təbii ki də. Yenə deyirəm, böyük şəkildə son zəng keçirənlər var idi. Onlara da gedib Instagramdan baxa bilərsiniz. Sağ olun, salamat qalın, kanalıma abunə olmağı, videoma like atmağı, yaxınlarınızla paylaşmağı unutmayın.